qadın görülməyə və dəyərləndirilməyə çox ehtiyac hiss eləyir və o öz yoldaşı, partnyoru tərəfindən görülmürsə, dəyərləndirilmirsə, bir çox hallarda bunu kənarda axtarır. Görülmədiyini hiss eləyəndə nə edə bilərsən? Bunu açıq-aydın danışa bilərsən. Bunun altına nə yatırsa, partnyorunla uyğun bir qərara gələ bilərsən. Bəlkə partnyorun bundan xəbəri yoxdur. Bu söhbətdən sonra səni daha çox görməyə başlayacaq və yaxud da bəlkə xəbəri var, amma bilmir neynəsin. Bəlkə yaralı bir egosu var ya da yaralı bir insandır. Ona uyğun bəlkə cütlük terapiyasına gedəcəksiniz. Bəzi qadınların dəyərində xəyanət eləmək yoxdur. O məsələni həll etməyə çalışırlar. Məsələ həll olunmursa da ayrılırlar. Bəzi qadınlarda da elə olur ki, onlar heç bir şəkildə ayrıla bilmirlər və eyni zamanda nə edəcəklərini bilmirlər. Sıxışdıqları yerdə özlərinə bir yol tapmağa çalışırlar. Qadının öz seçimi olur günün sonunda. Kişi qadın xəyanətinin altında yatan çox səbəb var, amma bu kişi və qadının öz xarakterindən gələn bir şeydir həm də. Dəyərlərindən, mən həmin anda necə bir yol seçirəm, bundan da çox gələn bir şeydir.